Nə üçün isti havalarda biz qaynar çay içirik? Axı bu məntiqsiz görünür. Lakin fizioloji və termodinamik baxımından bu çox gözəl bir hiylədir. İsti çaydan bir qurtum içdiyiniz zaman ağzınızdakı və mədənizdəki reseptorlar temperaturda kəskin bir sıçrayış qeydə alır. Onlar həyəcan siqnalı verir və beyninizə bir siqnal göndərir. Həddindən artıq istidir. Və beyniniz dərhal təcili soyutma sistemini tam gücdə işə salır. Çox tərləməyə başlayırsınız və əsas sir də buradadır. Əslində sizi soyudan tər deyil, tərin buxarlanmasıdır. Mayenin buxara çevrilməsi enerji tələb edir və tərimiz bu istilik enerjisini birbaşa dərimizin səthindən udur. Nəticədə buxarlanma yolu ilə fincandan aldığınızdan daha çox istilik itirirsiniz. Temperatur soyumağa doğru dəyişir və siz sərinləyirsiniz. Amma bir vacib şərt var. Bu hiylə yalnız quru istidə mükəmməl işləyir. Çöldə yüksək rütubət varsa, hava artıq su ilə doymuşdur. Təriniz sadəcə buxarlana bilməyəcək, damcılayacaq və çay sizi yalnız içəridən qızdıracaq. Belə gündə ancaq sərin su sizin xilaskarınızdır. Dostlar, bəs siz istidə nə edirsiniz? Qaynar çay içirsiniz, yoxsa sərin içkilərə üstünlük verirsiniz? Fikirlərinizi bölüşün.